Real intervyu efirdədir. 11 bənddən ibarət olan əbədi dostluq müqaviləsi özündə nəyi ehtiva edəcək? İlk növbədə qeyd edək ki, bu münasibətlərin ən yüksək səviyyəyə çatdığını göstərir. Müqavilənin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xətti üzrə inkişaf etdiriləcək. Mövzunu millət vəkili Azay Quliyevlə müzakirə edəcəyik. Salam Azay müəllim, xoş gəlmisiniz. Salam Simara xanım, xoş geldin. Azay müəllim, Azərbaycan prezidentinin Özbəkistan səfəri ilə bağlı istəyərdim fikirlərinizi eşidək. Ümumiyyətlə, bu ilk səfər deyil. Artıq bir neçə dəfə Azərbaycan prezidenti Özbəkistana səfər edib. Bu səfər nə ilə yadda qaldı? Təşəkkür edirəm Simara xanım dəvətə görə. Əlbəttə, Azərbaycanla Özbəkistan arasında son illər qurulan əməkdaşlıq münasibətləri və ikitərəfli münasibətlərin institutlaşdırılması istiqamətində atılan addımlar sözün əsl mənasında nümunə xarakteri daşıyır. Və Cənab Prezidentin 23 avqustda Daşkəndə etdiyi dövlət səfəri çərçivəsində bu münasibətlər sözün əsl mənasında yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Biz ümumiyyətlə səfər çərçivəsində imzalanan sənədləri dəyərləndirən zaman onun bir neçə aspektdən qiymətləndirməliyik. Bu səfərin ilk növbədə iki tərəfli münasibətlərə təsiri, Azərbaycan-Özbəkistan münasibətlərində təsiri, ikinci Türk dünyasına, Türk dövlət təşkilatına təsiri və üçüncü isə Avrasiya məkanında yaradılacaq yaxud da yaradılması istiqamətindən atılan addımlarda bu səfərin oynadığı mühüm rol. Çünki bunlar bir-birindən bağlıdır. Biz bu səfəri təkcə iki tərəfli münasibətlər kontekstindən dəyərləndirə bilmərik. Yəni bu tam olmaz bizim qiymətləndirməmiz. Birinci iki tərəfli səfərdə münasibətlər baxımından məsələyə yaxınlaşsaq, əlbəttə ilk növbədə onu qeyd etməliyik ki, bu səfər sizin də qeyd etdiyiniz kimi iki dövlət arasındakı münasibətlərdə, ümumiyyətlə beynəlxalq təcrübədə, beynəlxalq münasibətlərdə, beynəlxalq hüquqda mövcud olan dövlətlərarası münasibətlərin ən üst səviyyəsinə qaldırdı. Və bilirsiniz ki, biz 2 il bundan öncə, 2024-cü ilin avqustun 23-də yeri gəlmişik eyni tarixdə Özbəkistanla müttəfiqlik haqqında saziş də imzalamışdıq, müqavilə də imzalamışdıq. İndi sual ola bilər ki, axı belə bir müqavilə var, ümumiyyətlə müstəqillik, müttəfiqlik haqqında müqavilə dövlətlərarası münasibətlərdə imzalana biləcək ən yüksək statusa malik olan hüquqi sənəddir. Əgər belə bir müqavilə var isə, niyə məhz yeni bir müqavilə imzalandı? Mənə belə ki, bu sualın cavabı çox simvolikdir və bu sualın cavabı məhz müqavilənin adındadır. Yəni, bu müqavilənin əbədi dostluq adlandırılması Azərbaycanla Özbəkistan arasında münasibətlərin dövlətlərarası əməkdaşlıq vəziyyətin hansı səviyyədə olduğunu, hansı yüksək səviyyədə olduğunu göstərir. Əbədi sözü demək olar ki, qeyd etdiyim kimi bizim münasibətlərimizin açar nöqtəsidir. Ona görə ki, birinci növbədə bu müqavilədə əbədi sözünün, əbədi dostluq sözünün qeyd olunması və bu istiqamətdə konkret müddəaların əks olunması və hər iki dövlətin müəyyən öhdəlik götürülməsi ilk növbədə Azərbaycan və Özbəkistan xalqına olan və həmçinin gələcək nəsillərə olan çox tarixi bir mesajdır. Yəni, bu mesajın adı budur ki, dövlətlərimiz arasında münasibətlər, xalqlarımız arasında münasibətlər, dostluq və qardaşlıq əbədi olmalıdır. Gələcək nəsil, indiki nəsillə bu münasibəti qorumalıdır. Və təsadüfi deyil ki, elə biz müqavilənin bəndlərindən baxsaq 3-cü və 5-ci maddələrində bundan bağlı çox açıq münasibətlər var, məsələlər var. Düzdür, maddələrdə biz baxırıq, iki tərəfli münasibətlərdə hökumətlərarası əməkdaşlıq, müxtəlif istiqamətlərdə əməkdaşlıq söhbət gedir, amma müttəfiqlik haqqında müqavilədən fərqli olaraq əbədi dostluq haqqında müqavilədə məhz xalqlar arasında münasibətlər, parlament arasında münasibətlər, eyni zamanda ayrı-ayrı təhsil müəssisələri arasında əməkdaşlıq, turizm sahəsində əməkdaşlıq, regionlar arasında əməkdaşlıqla bağlı xüsusi müddəalar var. Bu nə deməkdir? Bu deməkdir ki, əbədi dostluğun təminatı üçün təkcə dövlət başçılarının siyasi iradəsi kifayət deyil. Bunun tam olaraq əbədi olması üçün, davamlı olması üçün xalqlar arasında münasibətlər, bir-birimizi tanımağımız, bir-birimizə yaxın münasibətdə qurmağımız çox önəmlidir. Məsələn, indi yəni etiraf edək də, bugün Özbəkistan əhalisi Azərbaycanı yeni tanımağa başlayır. Düzdür, biz Sovetlər dövründə də, əvvəlki illərdə də bizim qan yaddaşımız var, tarixi yaddaşımız var, tarixən bizi birləşdirən ümumi dəyərlər var, bizim kodlarımız var. Bunlar öz yerində. Amma etiraf etməliyik ki, bütün bunların yenilənməsinə, təzələnməsinə ehtiyac var. Ona görə də Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixinin, Azərbaycan mətbəxinin, Azərbaycan tarixi yerlərinin
Özbəkistan qardaşlarımız tərəfindən öyrənilməsi və bunun əksinə Azərbaycanlıların Özbəkistan yaxından tanınması çox önəmlidir. Və təsadüfi deyil ki, səfər çərçivəsində Cənab Prezident və Respublikanın birinci xanımı hörmətli Mehriban xanım Əliyeva Buxarada oldular və Buxarada bir neçə tarixi abidələri ziyarət etdilər. Bu ziyarətin də bir xüsusi bir simvolik mənası var idi. Məsələn, eramızdan əvvəl 4-cü əsrdə gedib çıxan Arx qalasının deməli ziyarət olunması həm də bir mesajdır ki, Özbəkistanın dövlətçilik tarixi eramızdan əvvələ gedib söykənir. 10-cu əsrdə, 12-ci, 13-cü əsrdə deməli inşa edilmiş tarixi abidələrin ziyarət edilməsi də həm də Azərbaycan vətəndaşlarına, Türk dünyasına, ayrı-ayrı ölkələrdə bir siqnaldır ki, gəlin görün, Özbəkistandan tanış olun. Ona görə də bunun çox böyük bir deməli humanitar, siyasi və mənəvi tərəfi var. Digər bir tərəfdən bilirsiniz, bu münasibətlərin bu səviyyəyə gəlib çıxmasında dövlətlərin və dövlət başçılarının şəxsi münasibətləri, dostluq münasibətləri və siyasi iradəsi əsas rol oynadı. Və siz fikir verdiniz ki, Cənab Prezident mətbuata verdiyi açıqlamasında belə bir cümlə işlətdi ki, məhz Şövkət Mirzoyevə qədər Azərbaycanla Özbəkistan arasında hər hansı bir konkret layihə həyata keçirilməmişdir. Və Cənab Prezident davam olaraq fikrini davam edərək bildirdi ki, artıq indi biz iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara yüksəltmə haqqında fikirləşir. Bu da xəyal deyil. Son 2-3 ildə Azərbaycanın Özbəkistan arasında ticarət dövriyyəsi 750 milyon dollara qədər artdı. Yəni çox böyük bir sürətlə artdı. Yəni bu dinamikanı saxlamaq lazımdır. Yaxud da bu qurulan bu əlaqələrdə iqtisadi kompaniya kifayət qədər güclü yer tutur. Məsələn, baxın, indi Azərbaycan bankları ilə Özbəkistan bankları arasında əməkdaşlıq, Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR-ın artıq Özbəkistan bazarlarına daxil olması, orada yanacaq məntəqələrin açılması və yaxud da ki, deməli, potensial neft qaz yataqlarının kəşf olunmasında SOCAR-ın iştirakı və s. Bu gör nə qədər strateji məsələlərdir və yaxud da ki, Özbəkistan-Azərbaycan birgə fondunun 500 milyon dollara qədər birgə fondunun yaradılması, bu fondun konkret layihələr üzrə fəaliyyətinin həyata keçirilməsi də çox önəmlidir. Yəni, artıq burada Cənab Prezident qeyd etdiyi kimi münasibətlərin iqtisadi boyutu bənzərsiz bir formaya keçibdir. Yəni, konkret olaraq hər bir addımda, hər bir həyata keçirilən layihələrdə konkret strategiya var. Ona görə də bu səfər iki tərəfli münasibətlərdə çox böyük bir rola malikdir. Və təsadüfi deyil ki, orada həm də simvolik olaraq Azərbaycan parkının açılması, məsələn, Yeni Daşkənddə Nizam Gəncəvi adına Pedaqoji Dövlət Universitetinin yeni binasının açılışı, bunlar hamısı bizim münasibətlərimizin, mən dediyim bayaq kimi, humanitar ölçünün daha da inkişaf etdirilməsi, xalqlar arası münasibətlərin daha da irəli aparılması baxımından çox önəmlidir. Burada bir simvolik var, bir məsələni də deyim və təsadüfi deyil ki, Azərbaycan Qarabağı azad etdikdən sonra məsələ Füzulidə ilk Azərbaycana həm siyasi, həm mənəvi, həm mədəni dəstək olaraq ilk deməli layihənin həyata keçirməsi, Uluqbəy adına 860 nəfərlik orta məktəb binasının tikilib istifadəyə verilməsi və çevirici hal odur ki, artıq məktəbin məzunlarının %20% artıq Nizami adına demək Özbəkistan Dövlət Pedaqoji İnstitutunda qəbul olunublar. Yəni təsəvvür edin, inteqrasiya hansı səviyyədə gedir? Tələbə mübadiləsi, insanlar arasında mübadilə, elmi sahədə mübadilə, regionlar arasında mübadilə, bu hamısı düşünülmüş şəkildə iki dövlət arasında bayaq qeyd etdiyimiz əbədi dostluğun sözünün əsl mənasında əbədiyyən davam etməsi üçün atılmış çox mühüm bir addımdır. İkinci boyut, əlbəttə ikinci ölçü Türk dövlətləri baxımından. Buna çox ciddi bir fikir verməmiz lazım. Çünki Azərbaycan bilirsiniz ki, hazırda Türk Dövlətləri Təşkilatının yenidən inşa olunmasında, Türk Dövlətləri Təşkilatının Cənab Prezidenti ifadə etdiyi kimi qlobal güc mərkəzlərindən birinə çevrilməsində, mən bunu səmimi deyirəm, obyektiv olaraq bunu qeyd etməliyik ki, öncüllük təşkil edir. Öncül missiya məhz Azərbaycan dövlətinə və Azərbaycan prezidentindədir. Və təsadüfi deyil ki, bunun üçün müəyyən altyapıda hazırlandı. Və siz yəqin xatırlayırsınız, 2024-cü il Cənab Prezident Milli Məclisdə çıxışında bizim ailəmiz, yeganə ailəmiz Türk dünyasıdır. Deməsi, bu sadəcə olaraq söz deyildi. İndi biz baxırıq ki, bunun üçün Azərbaycan prezidentinin konkret vizyonu və strategiyası var. Baxın, biz bir ki, Türk Dövlət Təşkilatlarının üzv olan bir çox ölkə Türkiyədən başqa uzun müddət Rus çarlığından və Rusiya imperiyasının əsarəti altında yaxud da monopoliyası altında olmuşdur. Və bizim bu ölkələrin müstəqil siyasi həyata keçirməsi, Türk dövlətlərinə tam şəkildə inteqrasiya olunması məhz Azərbaycan həyata keçirdiyi siyasətdən sonra mümkün oldu. İlk növbədə bilirsiniz ki, Azərbaycan
Qarabağ savaşı qazandıqdan sonra artıq geosiyasi vəziyyət dəyişdi, güc balansını dəyişdirdi və o Mərkəzi Asiya ölkələrində də bir özünə inam yarandı. Və ondan görülür ki, doğrudan da şimala, cənuba baxmadan onlar müstəqil siyasət qura bilərlər. Və yeri gəlmişəm, burada bir məsələni qeyd edim. Hələ 1997-ci ildə Brzezinskinin bilirsiz ki, məşhur o Böyük Şamma taxtası əsərində belə bir fikir vardı ki, Mərkəzi Asiya ölkələrinin müstəqilliyi böyük ölçüdə Azərbaycanın müstəqilliyindən asılıdır. Yəni Azərbaycan nə qədər müstəqil olarsa, Mərkəzi Asiya ölkələri bir o qədər müstəqil olar. Çünki Azərbaycan Mərkəzi Asiya ölkələrinin həm qapıdır, həm də eyni zamanda Rusiyanın və başqa ölkələrin dominantlığından azad olması üçün çox ciddi bir geosiyasi mərkəz rolunda çıxış edir. O baxımdan da Azərbaycan Türk Dövlətləri Təşkilatlarından qurduğu həmin o, mən deyərdim ki, konstruksiya öz deməli bəhrəsini verir. Məsələn, bir misal deyəcəm. Azərbaycan yeganə dövlətdir ki, Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrlə müttəfiqlik haqqında müqavilə imzalayıbdır. Türkiyə ilə birisi 2021-ci ildə Şuşa bəyannaməsi, sonra ardınca Qazaxıstan, Özbəkistan və Qırğızistan. Bu niyə belə olur? Sual oluna bilər. Çünki bugün Türk Dövlətləri Təşkilatları bir institut olaraq tam bu səviyyədə, bu müstəvidə əməkdaşlıq və inteqrasiya tam hazır deyirlər. Azərbaycan belə bir strategiya qarşısına qoydu ki, ilk növbədə ayrı-ayrılıqda bu cür münasibətlər qurulsun. Ondan sonra həmin bu, belə deyək, Şuşa bəyannaməsinin ruhu, Şuşa bəyannaməsinin ümumi tezisləri ümumi Türk Dövlətləri Təşkilatının strukturlarına yerləşdirirsən. Və baxın, necə proses, inteqrasiya prosesi həyata keçirilir. Və ona görə də mən şübhə etmirəm ki, Cənab Prezidentin Özbəkistan səfəri həm də Türk dünyasının uğurudur, Türk dünyasının birliyinin möhkəmlənməsinə, Türk dünyasının daha sıx inteqrasiyasında xidmət edən çox tarixi bir səfərdir. Heç şübhə etmirəm ki, bu cür iqtisadi əlaqələr gələcəkdə Türk Dövlətləri Təşkilatının artıq Avropa İttifaqı modelində yeni bir dövlətlərarası birliyə çevrilməsinə öz tövhəsini verəcəkdir. Əlbəttə, burada zaman lazımdır, əlbəttə, bunun üçün başqa deməli, şərtlər də lazımdır. Amma bir reallıq odur ki, düşünün, məsələn, mən sizə səmimi deyim, kim düşünər ki, 5-6 il bundan qabaq, deyək ki, indi Qazaxıstan, Özbəkistanla müəyyən bizim əlaqələrimiz daha dərin idi. Amma Qırğızstanla Azərbaycan müttəfiqlik haqqında saziş imzalaya bilər. Kim düşünə bilərdi ki, artıq bu Mərkəzi Asiyanı Azərbaycan bir geosiyasi, geoiqtisadi bir vahid məkana çevrilə bilər. Məsələn, Cənab Prezident bunu açıq şəkildə qeyd etdi və Cənab Mirzəyevə də təşəkkür etdi ki, məhz Azərbaycanın Mərkəzi Asiya üstəgəl bir formatında, yəni Mərkəzi Asiyanın Azərbaycanın bircə inteqrasiya olunmasında məhz Özbəkistan xüsusi rolu olubdur. Bu baxımdan da əlbəttə ki, bu səfər burada xüsusi əhəmiyyət daşıyır. Və nəhayət, üçüncü Avrasiya məkanıdır. Bilirsiniz ki, bugün Avrasiya məkanı dünyanın ən aparıcı məkanlarından biridir. Ümumiyyətlə, Avrasiya məkanına nəzarət etmə uğrunda mübarizə həmişə olubdur. Və Avrasiya məkanına nəzarət həmişə Rusiya ilə Çin və ABŞ arasında bir rəqabət deməli predmetinə çevrilibdir. Ona görə də bugün Avrasiya məkanında Mərkəzi Asiyanın, Türk dövlətlərinin güclənməsi, bizim haqqında dəfələrlə danışdığımız o orta xəttin daha real olaraq həyata keçirilməsi, işlə formaya gətirilməsi çox mühüm bir hadisədir. Çünki bilirsiniz ki, bugün həm Rusiya-Ukrayna müharibəsi çərçivəsində, həm bugün İran-ABŞ arasında aparılan müharibə, Hörmüz boğazının deməli keçidinin məhdudlaşdırılması, Qırmızı dənizdə baş verən hadisələr istər-istəməz məhz orta dəhlizin gücünü, orta dəhlizin əhəmiyyətini artırır. Bu baxımdan da əlbəttə ki, bağlantı baxımından, tranzit ölkə baxımından Azərbaycanın məhz Avropa ilə Asiya arasında körpü rolunu oynamaq potensial baxımından bu deməli səfərin çox ciddi əhəmiyyəti var. Özbəkistan da burada əlbəttə ki, açan ölkələrdən biridir. Çünki düşünün ki, Özbəkistanın əhalisinin isə 38 milyon nəfərdir. Özbəkistanın ümumdaxili məhsulu 181 milyarddan çoxdur və böyük bir deməli demoqrafi imkana malik olan, böyük bir deməli iqtisadi imkana malik olan. Hələ mən demirəm ki, onun təbii resursları, qızıl ehtiyatına görə dünyada ən önəmli yerlərdən birini tutur və bugün dediyim kimi Azərbaycan köməkliyi ilə artıq neft qaz yataqlarının tapılması istiqamətində ciddi işlər görür və beləliklə biz görürük ki, Azərbaycan və Özbəkistan arasında nəinki mənəvi deməli münasibətlər, kifayət qədər iqtisadi deməli əməkdaşlıq münasibətlər qurulur ki, bu təbii ki, təkcə bu gün üçün, sabah üçün deyil, gələcək nəsil üçün çox böyük bir təminatdır. Azər müəllim, təşəkkür edirəm ətraflı cavab üçün. Növbəti bir məsələni soruşmaq istəyirəm. Həm də səfər çərçivəsində prezidentlərin təltif olma mərasimi keçirildi. İstəyirəm o məsələyə də toxunaq. Ümumiyyətlə, bu təltif olma məsələsi dünyaya hansı mesajı verir?
Birinci, birisi təltif olma mərasimlər heç və təsadüfi olmur. Təltif olma mərasimi yalnız o halda keçirilir ki, iki dövlət arasında, yaxud da iki lider arasında münasibətlər ən yüksək səviyyədə olsun. Baxın, Azərbaycanın ən böyük, ən ali, ən yüksək ordeni Heydər Əliyev ordenidir. Heydər Əliyev ordeni çox nadir hallarda təqdim olunur və əsasən dövlət başçılarına təqdim olunur. O şəxslərə ki, həmin şəxslər Azərbaycanla münasibətlərdə kifayət qədər müsbət rol oynayıblar. Azərbaycanın inkişafına, Azərbaycanla dostluğun qurulmasında fövqəladə xidmət göstəriblər. Bu baxımdan Ulu Öndərin adını daşıyan Heydər Əliyev ordeninin məhz Özbəkistanın prezidentinə Cənab Şəvket Mirzəyevə verilməsi hesab edirəm ki, həm mənəvi baxımdan, həm də simvolik baxımdan, həm də tarix baxımından xüsusi əhəmiyyət kəsb edir. Yəni bu o deməkdir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti Özbəkistan prezidentinin etdiyi bütün bu müsbət əməlləri, Azərbaycanla dostluq münasibətlərinin verdiyi o tarixi töhfəni yüksək qiymətləndirir. İkinci tərəfdən də təbii ki, Özbəkistan da bu məsələdə Azərbaycana çox böyük bir dəstək verdi və Cənab Prezidenti Özbəkistanın ən ali ordeni olan Dostluq ordeni ilə təltif etməsi həm də onu göstərdi ki, doğrudan da Azərbaycan Prezidenti Özbəkistan xalqı üçün, Özbəkistan dövləti üçün sözünün əsl mənasında dostdur. Bu təkcə sözdə deyil, eyni zamanda məhz belə bir mükafatlandırma ilə daha da belə deyək də möhkəmlənir, daha da tarixə düşür və insanlar tərəfindən necə deyərlər, böyük bir təqdirlə qarşılanır. Əlbəttə, bu həm də bunun tarixi aspekti var. Birisi tarixdə bu ordenlərin kimə verilməsi, hansı şəraitdə verilməsi öyrəniləndə, əlbəttə ki, məhz bugünkü mənzərəni biz bir daha araşdırmalı olacaq. Yəni, niyə Özbəkistan, Azərbaycan prezidentləri bir-birinə bu qədər yaxşı münasibətlərlə, bu qədər əməkdaşlıq edirlər, dostluq münasibətləri və qardaşlıq münasibətləri və bu münasibətlər sadəcə bəyanatlarla kifayətlənmir və konkret əməllərlə də necə deyərlər müşahidə olunur. O baxımdan da bu bir siyasi, mən deyərdim ki, jestdir, bir siyasi münasibətdir və dövlətlərin konkret olaraq bir-birinin gördüyü işlərə verdiyi yüksək qiymətdir. Azay müəllim, Azərbaycan ümumiyyətlə Özbəkistandan əlavə Qazaxıstanla da, Türkiyə ilə də az öncə özünüz elə toxunmuşdunuz bu məsələyə, müttəfiqlik əlaqələrinə dair belə deyək ki, saziş imzalayıblar, müqavilə imzalayıblar. Ümumiyyətlə Azərbaycanla münasibətləri, digər ölkələrin münasibətləri, tutaq ki, Azərbaycan öz münasibətlərində daha çox nəyə önəm verir ki, demək olar ki, regionda, məsələn, dünyada kataklizmlərin baş verdiyi bir dövrdə Azərbaycan ölkələrlə münasibəti çox yaxşıdır. Birinci ona görə Azərbaycanla, siz dediyiniz təkcə türk dövlətləri deyil, bütün əksər ölkələr, məsələn, Amerikanın Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandı, Rusiyadan imzalandı, Çindən imzalandı. İndi Avropa İttifaqının 11 üzvü ilə biz belə bir deməli sazişi imzalamışıq. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycan özünün yerləşdiyi coğrafi məkandan çox böyük məharətlə və çox ciddi, mən deyərdim ki, qarşılıqlı maraqlara söykənən siyasətlə faydalana bilir. Yəni, bəlkə qeyd etdiyim ki, Azərbaycan Avropanın və Asiyanın birləşdiyi əsas nöqtədir. Baxın, Azərbaycan olmasa, Avropa ilə Asiyanın hər hansı bir əməkdaşlığı yaxud da hər hansı bir tranzit xətti, bağlantığı mümkün deyil. Bu birinci məsələ, geosiyasi, geostrateji mövqeyi. İkinci, Azərbaycan dövlətinin apardığı uzun müddətli, uzaq görən siyasətdir. Azərbaycan dövlətinə, Azərbaycan prezidentinə olan ehtimadlı inamdır. Hamı bilir ki, Azərbaycan dövləti ilə əməkdaşlıq etmək həmin dövlətə fayda gətirəcək. Amma bir şərtlə ki, Azərbaycan maraqlarını nəzərə alsınlar. Bütün bu münasibətə, əməkdaşlıq qarşılıqlı maraqlara söykənsin. Yəni, bir tərəfi şəkildə, tarix dəfələr sübut edir ki, bir tərəfi şəkildə diktə olunan siyasət heç bir halda uğur gətirməyibdir. Məsələn, indi Azərbaycan bölgədə mən deyərdim ki, bəlkə də dünyada ən müstəqil, ən prinsipal və milli maraqlarını sona qədər həyata keçirməyə bacaran çox tək-tük ölkələrdən biridir. Bunun biz dəfələrlə biz bunu görmüşük. Bunu da mən sizə burada vaxtı almaq istəmirəm. Onlarla misal da gətirə bilərəm. Bu ikinci bir səbəb. Üçüncü isə artıq geosiyasəti Azərbaycan bölgədə dəyişdi. Güc balansını dəyişdi. Bayaq dediyim kimi artıq tərəddüd edən, ürkək siyasi həyata keçirən ölkələr görürlər Azərbaycanın timsalında ki, yox, artıq doğrudan yeni era başlanır. Bu eranın, yeni münasibətlər eranın, bayaq qeyd etdiyim kimi Avrasiya məkanında yeni geosiyasi və strateji münasibətlərin təməlinin qoyulmasına Azərbaycan öncülük edir. Ona görə də hamı Azərbaycanın birinci təcrübəsini öyrənmək istəyir. İkinci, Azərbaycan əməkdaşlıq edərək bütövlükdə bu yeni bir tezcə danışıqda yeni dünya nizamı,
yaranacaq yaxud da yaradılması istiqamətində həyata keçirilən bu yeni dünya nizamında Azərbaycanla tərəfdaş olmaq istəyir. Baxın, Azərbaycan bayaq qeyd etdiyim bütün qlobal güclərlə eyni məsafədə, eyni şəkildə xüsusi əməkdaşlıq həyata keçirir. Bir çoxundan strateji tərəfdaş. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, artıq Azərbaycanın bir beynəlxalq aləmin çox etibarlı subyekti olaraq və beynəlxalq münasibətlərdə öz sözünü deməyə bacaran bir ölkə olaraq hamı bundan hesablaşır, razılaşır və əməkdaşlıq etməkdə maraqlıdır. Ona görə də Azərbaycan əlbəttə ki, bu məsələdə kifayət qədər cəlb edici bir ölkədir. Əlbəttə Azərbaycan maraqları bugün tələb edir ki, biz ki, başqa qitələrlə də əməkdaşlıq edək. Bugün Azərbaycan bilirsiniz ki, dəniz kənarı ölkələrlə müəyyən əməkdaşlığı edir. Orada hətta onların hüquqlarının qorunması istiqamətində. Bugün Afrika ölkələrinin Azərbaycan münasibətləri kifayət qədər genişlənməkdədir. Hansı ki, biz bunu 10 il bundan qabaq təsəvvür edə bilməzdik. Artıq bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, artıq sözün əsl mənasında Azərbaycan özünün parametrləri ilə orta güc status olan dövlət kimi artıq bütün ölkələr tərəfindən, necə deyərlər, əməkdaşlığa can atılan bir ölkəyə çevrilibdir. Bu baxımdan da əlbəttə ki, qarşıda əlbəttə ki, çox böyük bizim perspektivlərimiz var və bizim indi hal-hazırda bayaq qeyd etdiyimiz təkcə enerji sahəsində bizim başqa ölkələrlə əməkdaşlığımız biz ki, kifayətlənmir, yaxud da biz bundan öz işimizi məhdudlaşdırmırıq. Digər sahələrdə də bizim əməkdaşlığımız genişlənir. Bu həm müdafiə sənayesində, həm təhlükəsizlik sahəsində, həm süni intellektlə bağlı görülən işlər və bütövlükdə bugün açıq deyək, qlobal münasibətlərdə baş verən trendlərin Azərbaycan tərəfindən düzgün qiymətləndirilməsi və ona uyğun siyasətin qurulması da hesab edirəm ki, mühüm rol oynayır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm fikirləriniz üçün. Bir daha xatırladaq ki, biz Azərbaycan Prezidentinin Özbəkistan səfərindən danışdıq. Mövzunu isə millət vəkili Azay Quliyevlə müzakirə etdik.